Deməli, miqdar saylarının müəyyən miqdar sayları. Müəyyən miqdar saylar ümumiyyətlə bildiyimiz saylardır, которые мы знаем, все числительные, они считаются müəyyən miqdar sayları. Но какие числительные? Они должны конкретно обозначать. Что-то конкретно обозначать. Əsasən, yəni dəqiqlik bildirirlər. Müəyyən miqdar sayları əşyanın sayını bilir. Məsələn, deyir ki, bir kitab və yaxud da 3 dəftər, 3 çanta olsun. Bir tamı batılır. Bu müəyyən miqdar saylardır. Bunlar neçə? Bir də nə qədər sualına cavab verirlər. Nə qədər? Qədər sualına cavab verirlər. Deməli, müəyyən miqdar sayları sadə olurlar, sadə. Bir də mürəkkəb olurlar. Düzəltmələr müəyyən miqdar saylarına yəni uyğun gəlmir. Burada müəyyən miqdar sayı, kimsə düzəltməni müəyyən miqdar sayı kimi verirsə, bu düzgün deyil. Yəni bu onlar aid olacaqlar daha çox deməli sıra saylarına. Çünki düzəltmə orada şəkilçi qəbul edir. Onu sıra sayında keçəndə indi izahını verəcəm. Sonra müəyyən miqdar sayından sonra gələn söz adətən cəm şəkilçisi qəbul etmir. Yəni biz burada 3 çanta yazırıq. Çantalar yaza bilmərik, потому что burada числительное само идет. Мы видим, сколько здесь. Их не нужно умножать. В множественном числе не нужно их использовать. Sonra müəyyən miqdar saylarında bir də bəzən belə deyək də bəzən zaman məzmunu bildirən isimlər də işlənir. Və bu zaman məsələn cəmlənə bilər orada. Yəni görmək olar ki, tutalım ki, bu cəmlənibdir. Məsələn deyərsən ki, tutalım ki 10 illər və yaxud da yox, 100 illər bundan qabaq. Daha çox uyğun gəlir. 100 illər. Когда вот это идет, это bu qaydanı pozmur. Və yaxud da 100 il, 1000 il olsa 100, 1000 sözündən istifadə eləyə bilərik. 10 sözündən yox, 100, 1000. Bax, bu iki sözdən istifadə eləyə bilərik. Qalanları uyğun gəlmir. Ancaq bu təqdirdə, yəni sayın müəyyən miqdar saylarına uyğun gələ bilər. Bir də belə deyək də gəlirik biz əsas hissə. Biraz qarışıqlıq yaradan, insanları biraz çaşdıran, çünki biz nətər gəldi istifadə edirik bunu. Мы как говорим, как хотим, так и говорим об этом. Это немножко путает обычно человека, но иногда как бы есть такие люди, которые не обращают на это внимания особенно. Burada biz numerativ sözlərdən istifadə edirik daha çox. Məsələn, numerativ sözlərimiz hansılardır? Bu numerativ sözlərin özləri də iki yerə bölünür. Əsl numerativ sözlər, bir də köməkçi numerativ sözlər. İndi onları da qeyd eləyəcəm. Hansılardır? Bunları yadından çıxartma. Amma sayın sıra müəyyən miqdar sayının tərkibində olduğu üçün ona görə onları burada demək məcburiyyətindəyik. Numerativ sözlər. Məsələn, nəfər sözüdür. Nəfər, dənə, ədəd, baş. Dənə, ədəd, baş. Ondan sonra dəst, ölçü vahidlərinin hamısı, məsələn, kiloqram, qram, metr, litr, cüt də ola bilər, cüt, ki yazım, metr yazım, sonra kilometr, qram və s. Bu tipli sözlər, bir də tikə ola bilər, tikə.
Bax bunlar. Bunlar numerativ, əsl numerativ sözlərdir. Məsələn, bəzi adamlar görürsünüz ki, deyir ki, bizə 5 dənə qonaq gəlmişdi. 5 nəfər qonaq. Bir 3 göz 3 göz evimiz var. Məsələn, düzdürmü? Və yaxud da deyirik ki, məsələn, 7 dənə alma və s. Yəni biz deyə bilmərik. Bəzi adamlar, некоторые люди бывает, да, так говорят, что evdə 5 baş adamıq. Baş это всегда используется с зверями. 5 baş oyun olur. Adam 5 baş olmur. Так, если так кто-то говорит 5 baş. 5 baş адам. Это неправильно. Это будет считаться неправильным. Для нормы это неправильно. Для азербайджанской нормы это неправильно. Ama 5 nəfər. Это правильно. Это норма. Так и должно быть. Ага.